Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımda sizlər üçün DİM 2025 informatika toplusundan 66-cı sualın izahını verəcəm. Algoritma aid sual nümunəsidir. Bizdən soruşur ki, algoritm icrası nəticəsində x dəyişəni 102 qiymətini alması üçün n dəyişəninə daxil edilə biləcək ən kiçik qiyməti müəyyən edin. Xüsusi tiplərə aid olan sual tiplərindən biridir və hər il demək olar ki, qəbula düşən sual tipidir. Bizə ilkin olaraq x-in qiymətini və m-in qiymətini verir. Sonda biz baxmalıyıq ki, ümumi dövrün gövdəsi fikir verir ki, dövrü algoritma aiddir. Baxmalıyıq ki, dövrün gövdəsi neçə dövr edib və sonda x 102 qiymətini alıb. Bunun üçün biz tapmalıyıq ki, yəni bu x neçə dövrdən sonra, yəni x-in ilkin, yəni 6-nın üzərinə neçə dəfə 8-i gəlib ki, 6-nın üzərinə neçə dəfə 8 gəlməlidir ki, 102 qiymətini alsın. Bunun üçün tapmaq üçün x-in ilkin qiymətini bizə verib 6, üstə gələk. 8-in üzərinə neçə dəfə x-i yəni 6-nı gəlməlidir. Bunu bilmək üçün biz dövrümüzü bilmirik. Yəni dövrü hər hansı bir dəyişənlə, məsələn k dəyişənindən işarə eləyək. Yəni 8 vuraq k bərabərdir 102. Bu k dövrdən, yəni k dəfə dövr eləyib 102 qiymətini alıb. Buradan 8k bərabərdir 96-ya, k bərabərdir 12 olacaq. Deməli, biz tapdıq ki, bizim bu dövrün gövdəsi 12 dəfə dövr edib. 12 dəfə dövrdən sonra və soruşur ki, n-in hansı ən kiçik qiymətində. Baxın, dövr nə zaman bitir? Dövr o zaman davam eləyir ki, m-in qiyməti nə qədər ki, 1982-dən kiçikdir, dövr davam edəcək. Yəni, həq oluna gedib davam edəcək. Yox qoluna isə o zaman keçəcək ki, m-in qiyməti 1982-dən böyük və ya bərabər olacaq. Deməli, biz m-in qiymətini 1982-dən böyük və bərabər qoymaqla, yəni 12 dövrdən hərəkət edib ən kiçik qiymətini, bir dövr geri qayıtmaqla, yəni 11 dövrnədirsə, 11-ci dövrdə isə, 11-ci dövrlə isə ən böyük qiymətini, yəni bu 12-ci dövrdə artıq dövrdən çıxıb yox qoluna gedib ən kiçik qiymətində. Ancaq 11-ci dövrdə həq qoluna gedib dövr işləyib, bu artıq bizim ən böyük qiymətimizdir. Bunu necə tapacağıq? M-in ilkin qiymətini bizə verib 26. 26 üstə gələk. K-mızı artıq bilirik dövrümüzü. Yəni m-in üzərinə 12 dəfə n gəlib. 12 vuraq n. Və ən böyük qiymət, ən kiçik qiyməti tapmaq üçün biz yəni dövrdən çıxış halını tapmalıyıq. Böyük bərabərdir 1982. Və buradan n-i tapsaq, n böyük bərabərdir 163. Və n də bərabər olacaq elə 163-ə. Bu bizim minimum qiymətimizdir. Bizdən maksimum qiyməti istəsəydi, o zaman biz bir dövr geri qayıtmalıyıq ki, yəni bu 12-ci dövrdə artıq yox qoluna gedib çıxıb. 11-ci dövrümüzdə isə artıq həq qolundan hələ hərəkət edib və ən böyük qiymətini, yəni maksimum qiymətini alıb. Burada isə nə edəcəyik? 26 üstə gələk, artıq 12-ci dövrlə yox, 11-ci dövrlə. Bir dövr geriyə 11 vuraq n kiçikdir 1982. Çünki hələ həq qolu ödənib. 1982. Buradan isə n-i tapsaq, n böyükdür 177 alarıq. Və n-in qiyməti n bərabər olar 170, üzr istəyirəm, kiçikdir. 177, n-imiz də olacaq 176. Bu isə bizim maksimum qiymətimiz olacaq. Bizdən şərtdə ən kiçik qiymətin istədiyinə görə 163-ü götürəcəyik. Yəni cavabımız olacaq D variantı. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.